Sen bizimsen, bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan. Bugün Şərqdə ilk Demokratik Respublikanın, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olan Rəsulzadə gənc yaşlarında Müsəlman Gənclik Təşkilatını yaradıb. Bu 20-ci əsrdə Azərbaycanda Rus müstəmləkə üsul idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1917-ci ilin payızında Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türkistandan millət vəkili seçilib. 1918-ci il mayın 26-sında Zaqafqaziya Seymi ləğv olunub. Həmin ayın 27-sində Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə Rəsulzadə Milli Şuranın sədri seçilib. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti elan edilib. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində Azərbaycanın Sovet Rusiyasının işğalından sonra Rəsulzadə vətəni tərk etmək məcburiyyətində qalıb. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış Rəsulzadə 1955-ci il martın 6-sında Ankarada şəkər xəstəliyindən vəfat edib. 1993-cü ilin 29 dekabrında Azərbaycan prezidenti Heydər Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında fərman imzalayıb. Prezident İlham Əliyev Azərbaycanda 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.